şühada, tüm ölenlerimizin ruhlarına salavat olsun. Allah'ın askerler hürmetine, peygamber hürmetine dünyanın dört tarafında xüsusilə də bizim xalqəbəlimizə dəstər gündən bugünə qədər nə qədər mərsiyə deyənlər, nəvranlar, roza deyənlər varsa Allah hamımızın ölənlərinə rəhmət eləsin. Allah hamılarımızdan inşallah razı olsun. Bismillahirrahmanirrahim. Azzamallahu huzurina və huzurakum بمصيبة الإمام الحسين. Allah hamımıza kömək olsun ki, bu 5 gün ərzində birbirindən gözəl günləri, Hüseynə layiqli günləri yüzümüz çatan qədərində başa vururuq. Allah qulları xanım Fatıma Zəhra dəftərində qəbul eləsin. Hərənin bir dərdi var, hərə bir dərslə gəlir. Biri elə balasını da bir dərslə yurduyva bura. Bala desə ki, anasına gedim, mən kinoya bu vaxtı qoymaz, inanıram qoymaz. Bu balada uşaqları qoymazlar, öz başına getsinlər, şəhərin bir başına, rayonun bir başına. Ancaq o anaların da qəlblərində niyyətləri var ki, balalarına izin verirlər ki, balaları İmam Hüseyin məclisinə gəlsin ki, onların da hacətlərini Allah Hüseynə xatir əda eləsin, geçsin inşallah. Allah sizlərə dəyməsin. Gözəl cəmaatımız həmişəki kimi inşallah Qur'an-ı Kərimdən 2 ayə, bir ayə oxuyaq. Məryəm surəsindən bu günlərin 35-ci və 36-cı ayəni sizlərə oxumaq istəyirəm və inşallah Allah tövfiq versə gücümüz çatan qədərində bir anlam verməyə təfsirlərindən istinad edərək, yəni biz kimi ki Qur'ana anlam verək, bəli müfəssirlər böyük alimlərin təfsirlərindən inşallah. Peyğəmbər aldı, Peyğəmbəri gün zamanla salavat aldı. Bismillahirrahmanirrahim. Men kana lillahi en yettehize min veled. Subhaneh. İzâ qada emren fe innema yekûlu lehu kun feyekûn. Ve innallâhe rabbi ve rabbukum fe'buduhu hâzâ sirâtin mustabîm ve sadakallâhu'l aliyyul azîm. Gözəl cəmaatımız, bir insan ki, bugünkü gündə Qur'andan bəhrələnə bilmirsə, əvvəl gündən demişik, o insanı yola gətirmək çox çətindir. Gərək biz ruhanilər hamımız məclisimizdə, çalışaq gücümüz çatan qədərində, Qur'andan bir ayə nəzərində çatdıraq ki, Allahın istəyi nədir? Hədəf nədir? Məqsəd nədir? 124 min peyğəmbərlərin döyülməsinə niyə Allah dözdü? Niyə onları göndərdi, onları çarmıxa çəkdilər? Niyə? Hamısı Qur'an-ı Kərimdə var. Və yol axtarırıq, birdən bir insan deyir ki, düz yol haradır? Mən düz yol istəyirəm. Baxın, mən yaşlılara bir şey nəzərlərinə taxdırım. İndi qəbul elədiyimiz ki var, ha deyirik ki, biz inkişaf edirik, dünya inkişaf edir, Qur'ana and olsun inkişafda deyil. Baxın, diqqət edin, hansı yaşlılar, dünyanın hər malı mülkü olan adamlar axır deyirdi, hayır sözü zədəmə vaxtı gedirdin sənə, sözdə, əyləşirdin, hayır deyir, ola bir dənə adamın bir bağda, bir nə bilim bir çay qırağında, bir çoması yola dincəlmək bir deyil yorulur. Bu teknolojiya dediğimiz bir şey, Ali Aleyhisselam'dan ilmini, Peygamber'den ilmini kim var idi? İstesen icat ediyerdiler da bunlara. Kan malında bunlar sokuydu. Hamısı kütleye ve insana ve beşere ziyanlı, zararlı olduğu için olmadı. Gelin görək, mən bugün bir məclisdə bunu dedim, Allah bütün dünyadan gedenlere rahmet eləsin. Allah özü zamanlar ki dünyada gedib, onların valideynlerine sabri ata ilə. Bir yerdə qeyd elədim bu
bunu. Bizim bazı meclislerde deyirik ki Arap içmeyi haramda, haydavanlar Arap'tan uzak olun, haydavanlar suretten uzak olun. Deyirler, hele bu molla ne değil, ne danıştı bu molla? İçmeyi sadım bilmir. Gör Arap ne kadar insanları mehveledir, ne kadar aileleri mehveledir, ne kadar insanlar körpe balaların boynu geçti. O hanımın günahı nedir? 20 yaşında, 25 yaşında gelinin günahı nedir? Ömrün boyu burada atılmıyor. Müstahil mesele, mümkün değil. Balanın başına kim elsekti, yetim mi dövüşür? Bəxti bu şarap. Bu şarap, bu narkomanyanın gönderirler, esteyfal edirler, üstünde bəxt dururlar ki, biz öyle yarmaklarımız onlara kalsın. Belki böyle değil. Ne verdi bu şarap bizlere, ne verdi bu narkomanya bizlere? Sen gayretli bir olursan, sen o narkomanyaya koşularsan, sen ölersen, bağın düşer, arvadın düşer pis yola. Tam sana lanet okuyor. Bir senimiz batından oldu. Ey zamanlar, uzak olalım bundan. O tür insanların hiç yanında eğleşmeyek. Andola Kur'an'a vicdanında değilen, ilahinin kelamında değilen size. Bir salavat Peygamberimizden. Âkâne lillâhu eyyettekid min veled subhânah. Bazı insanlar değiller ki İsa Allah'ın neydi? Estağfirullah. Subhanallah. Allah bir varlıktı ki o var. Onun evlada hiç neye ihtiyacı yoktu. Bizlerin ona ihtiyacı var. Bütün peygamberler Allah'ın gönderdiği Resul. Ve İsa da onlardan biri. فَاِذَا قَضَى اَمْرًا فَيَقُولُ لَهُ كُنْ فَيَقُولُ. Allah babalarımız var, daha onlara rahmet eylesin. Deydiler Allah diye kun feyakun. O olur, dağılır. Ama onlar evvelim bilmirəm, değilsin məhkəmən eşitməmişəm. Kur'an bütüydü, ayet bütüydü. Feyda qada emren deyir Allah. Hadisəni gətirib o yere sardırlar ki, Allah deyir, dağılır. Lut'un vaxtındaki kimi, Nuh'un vaxtındaki kimi, Firavun'un vaxtındaki kimi. O kadar sirçal işler görürler ki, sonra Allah deyip kun feyakun, olur, dağılır. Yok Allah zalim diyor ki dura diye dağılır. İnsanlar, o hadde getirmeyek ki, Allah bize desin kun feyakun. Dağıl, ol. Başımda göyden yağmış ağacına od yağmasın. Akıl Kur'an'a ve şeriyet inanır, emel eləməsə belə inanır ve bilirler ki göyden Nuh'un başına taş yağdıran Allah her dövrün, her zamanın insanların başına yağdırar. Ona göre hidayet olun, yola gelin. İsa Peygamberi dikkat edin, çarmıha çeken kimiydi? Yaşa da bunu eşitmemizde, eşitlenenlerin de özür istəyirəm ki, tekrar olur. İsa Peygamberi başladılar ki, aradan götürmek için 1000 lira oyunlara gittiler. Allah ne kadar möcüze gönderdi ki, bazı adamlar var, başları o gün dedim, bəxtinləri haramla doludur. Koydur bu haram ki, insan yüzü göre ve düze gider. İsa'nı astılar, bilirsiniz de tarımda çektiler. Ama İsa diyor, kimiydi o bilirsiniz? Kur'an'a andolsun, İsa'nı tarımda çektiren özüydü. O adamıydı ki İsa'ya duymadığında Allah onun yüzünü değişti, ona İsa'nın üzüm verdi. İsa'nın geybetlekti, onu tuttular ki ha İsa, getirdiler daramasına. Bir de mevzular kezemi, ben İsa böyle. Dilidir astılar sağlığa. Elhamdülillah. Ey mahzunlar, sizi de Allah sarmıza çekecek. Ömrünüzü, gününüzü hedzedirsiniz ki, göre bu yazık balaları, bu beşeriyeti ne de pis yola, ne de ahlaksız yola çekecek.
Allah üzüğünüzü dəyişir, özünüz önünüzü qıraqsınız inşallah. Salavat Peygamber. 35. ayəydi. İndi 36. ayəyə bax. وَاِنَّ اللّٰهَ رَبِّي وَرَبِّكُمْ Allah benim Allah'ım, bizim Allah'ımız, sizin Allah'ınızdır ey beşeriyet, yola gel. Ayet Kur'an'dır. Allah hamımızın Allah'ıdır. Hamımızı yaradandır. Ama yola gelmek lazımdır. Fe'abuduhu, ibadet edin, namaz kılın ey zamanlar. Namazdır ki inşallah sizi Arap'tan, şaraptan, narkomanyadan uzak edecek. Hazar sıratı müstakim. Beşeriyet deyir ki biz düz yol aktarırız. Hamı diye düz yol aktarırız ama düzlüyüz. Ne kirkamış görseler beri Allah sizden eyler düz yol aktarırız. Oraya Kur'an 35 get bak 36 el olmazsa bir ayetidir. Ama amaya koyuyor. Geçsine sobanlık eylesin. Allah buyurur ki Hazar sıratı müstakim. Eğer düz yol diyorsunuz da budur düz yol. Bundan düz yol yoktu. Bundan başka da her yol. Ben xeyir edirəm, kara edirəm, sən milyarder edəcəm. Ay qardaş, mən milyarder olmaq istəmirəm. Mən olmaq istəyirəm. Mən bəndə olmaq istəyirəm, mən Allah olmaq istəmirəm. Peki ayet Kur'an'ı yazdan çıkar mısınız? Evimizde Allah evlerinden yukarı kaldırmıyor. Bilmem, benim evim bir kabirdir. Var şükür Allah'a girək bir balamızı, bir bacımızı, bir kardeşimizi. Daha ne lazımdı mənə yüzlerlə değil. Şimdi ne bu? Bir salavat Peygamberine. Hüseyin deyip 45 gündür. 5 gündür yok ha. Yarananlar babalarımız Hüseyin deyip. O bağlarda Şah Bey, Bak Bey deyip. Allah onlara kanıkan yapmasın. Hüseyin deyir, ha? Orada seni apararlar. Kim apararlar? Ezrail aparır, gelsin aparsın da. Berklerin Fulay kentinde benimle bizim hoşum geldi ya. Bak sözüm düzlüyorsa dur dene teyzesen kap deyirsən. Ama ne olur, ben senden hoşum geldi, senin benden hoşum gelmir. Eğer sözse gel bu ne? Berlerin bir kendinde, Akdam'ın bir uzgar kendinde, Zəllavadın la uzgar kendinde, bir tane paskal gelip bir tane koyuluk işleyip, çekirler tülbü edirde gösterir. Sepetseli, aytseli, netebe. Bakırsınız da, çakkal bastı bizi. Yedi. Tusbağa düştü, öğürürse biri kaldırdı. Şeyden biri sayıdan biri gösterirler. Birinin kapsına kuş düşür. Bu kuştu mu yoksa kuş değil mi? Rahmetliğin olunca yedi al gözle tam milyar tane kuş gösterir. Tarihte düşünür. Dönenlerin hidayet üstünde bizim bazı ve kardeşlerimizin başı koydular yere en söylediler bir tane yemeği göstermez. İsrail'e Allah beğenet eylesin. O koymaz. O koymaz. Allah Türkiye'den ve Çağrı kanalından gösterdiler. Başlarına vere dövdüler. Ha kafiyle, dubunkayla dövdüler. Niye diyor ki benim kızım hizapla gitmeyi istiyorlarsa? Kişi, Kur'an değil hizapla değil. Ben bu vətənin balasıyam. Deyirəm sən məni niyə döyürsən ay filankar? Deyirəm, bunun Kur'an ayəsidir. Niyə deyirsən? Əksər o dövlət deyir, dövlətin pərdəsi altına girmiş İsrail'in 5-10 dənə qullarıdır. Allah bizim rəhbərimizə, prezidentə kömək olsun. Bütün dövləti istəyənlərə Allah kömək olsun. Milləti istəyənlərə Allah kömək olsun. Milləti istəməyənlərə Allah lənət eləsin. Və inşallah dövlət rəhbərimiz onun yoluna qoyar. Qardaş, mənim başım ölsürəm. Mən əmmamə qoyuram başıma. Heç elmim yoxdur. Bu əmmamə qoya bilməz. Bu əmmamə qoyuram əmmaməni.